Bugün sizlərə 15 yaşlı bir gəncin necə cəlallı həyat yaşadığını və kimin nəvəsi olduğunu bildirəcəm. Bu barədə heç yerdə belə bir məlumat yayılmayıb. Təsəvvür edin ki, 15 yaşınız var, sizin şəxsi təyyarəniz, sizin şəxsi yüzlərlə maşınınız, sizin şəxsi mülkləriniz var. Mən təsəvvür edim, bundan sonra 100 ildə yaşasam, belə bir həyatım olacağını düşünmürəm. Məlumata keçməmişdən öncə səhifələrimə abunə olmağı unutmayın. Belə bir xəbərlərdən xəbəriniz olsun. Şəkildə gördüyünüz şəxsin 15 yaşı var. Bəylər Eyübovun nəvəsidir. Bu uşaq öz axranları və bahalı həyat tərzi ilə tanınır. Dövlət işçilərinə aid olan maşınlarla bu uşaq gəzir, istirahət edir. Öz sosial şəbəkəsində paylaşdığı videoda komment yazan adamları isə axranları şantaj edir. Düşünün ki, prezidentin mühafizəçisinin rəisi, nəvəsi əgər belə cəlallı həyat yaşayırsa, digər mühafizəçilərin uşaqları necə yaşayır? Bəylər Eyübovun illərdir artmayan bir maaşı var. O, prezident mühafizəçisinin rəisi işlədiyinə görə hər ay $22.000 maaş alır. Məndə olan məlumata görə bu gənc oğlanın adı İbrahimdir, anasının adı isə Səmra Eyübovadır. Yəni, Bəylər Eyübovun qızıdır. Xalqın uşağının boğazından kəsib, öz uşaqlarına yedirən bu ailənin oğlu İbrahimin 2 vətəndaşlığı var. Ərəb əmirliklərinin, digəri isə Azərbaycan vətəndaşlığıdır. 15 yaşlı gəncin Azərbaycanın diplomatik pasportu belə var. Bu pasport yalnız diplomatlara verilir. Atasının adı heç yerdə qeyd olunmur, amma lakin iddialara görə atası Azərbaycanın İngiltərədəki səfirliyinin yanında hansısa müvafiq işləri görür. Sizlərə göstərdiyim videolara baxın, görün ki, xalqa verilməyən uşaq pulunu hakimiyyət ailəsi və onun yaxın ətrafı necə xərcləyir. Bəzi müstəqil medialar Bəylər Eyübovun $160 milyon çox mülki olduğunu bildirir. Dubayda malikanələri var, obyektləri var. Londonda ən bahalı məhəllədə təkcə 3 iri malikanəsi var. Bunların hər birinin milyonlarla dəyəri var. Bu hələ prezidentin mühafizəsinin rəisi, düşünün, diktator İlham Əliyevin milyardları, trilyonları var. Xalq uşaq pulu istəyəndə büdcədə pul olmur, qazi isə halal pensiyasını istəyəndə pul tapılmır. Bu gəncin paylaşdığı şəkilləri, videoları görəndə yadıma zibil yeşiklərinin içində çörək axtaran uşaqlar düşdü. Hər kəsi dinc etirazlara çağırıram. Demirəm 100 minlərlə adam meydanlara çıxıb o hakimiyyətə qarşı etiraz etsin. Sadəcə hər bir rayonlarda, rayon bələdiyyələrinə 100 nəfər, 50 nəfər şəxs hər ay bir dəfə çıxıb bu hakimiyyətə qarşı etiraz eləsə, öz haqlarını tələb eləsə, bugünkü gündə Bəylər Eyübovun nəvəsi və digərlərinin uşaqları bu cür cəlallı həyatla yaşamazlar. Bizim uşaqlarımızın boğazından kəsib öz uşaqlarına yedirməzlər.